Sizin fikriniz mənə çox maraqlıdır ki, musiqi siyasətin aləti olmalıdırmı? Düzgündürmü bu? Yox. Musiqinin siyasəti barışdır. Musiqinin siyasəti məhəbbətdir. Haqsızlığa hiddətdir. Zalımları ifşa etməkdir. Yaxşıları tərifləməkdir. İncəsənət budur. Yəni bir cəmiyyət bir mövqeyinə görə musiqiçini linç edə bilməz. Baxır nə mövqeyidir. Musiqi ilə bağlı mövqeyinə görə. Bilmirəm vallahi elə şey var ki, qınanılmalıdır və siyasətləşməlidir. Onda yenə çox şaxəlidir də. Amma yox, şərtlər var da. Bu şərtlər də azdır, çox deyil. Həssas nöqtələr. Misal üçün ermənilər bizim mahnıları oxuyurlar, öz adına çıxardılar. Hansı bir Azərbaycanlı müğənnisi, əfsus ki, belə faktlar da var. Erməni mahnısını öz adına çıxardıb ifa eləyirsə, bax belə olanda ictimailəşməlidir məsələ və bəlkə onda da siyasi mövqe qoymaq olar ki, sən aqırdırsan, ya bacısan, öz xəzinəvə nə gəlib ki, sən gedib bizdən oğurlayandan oğurlayıb öz adıva çıxardırsan. Amma bütün digər hallarda musiqiçilərə, idmançılara toxunmaq olmaz. Görürsüz, siyasətçilər düşmənlə belə təbəssümlə əl sıxıb salamlaşıb gedirlər. Heç kim də demir, bax kimlə salam, niyə onu qucaqladı? Heç kim siyasətçiyə irad bildirmir. Amma idman və musiqi, incəsənət, bax o qeyri-formal körpülərdir ki, ondan hərdən bir düşmən üçün də istifadə etmək olar o körpüdən. Bu demək ki, kütlədə riyakarlıq var. Məsələn, siyasətçi böyük simada ona deyə bilmirlər. Riyakarlıq deməzdim, izafi tələblər var cəmiyyətin. Sən belə olmalısan, sən bunu eləməlisən, sən bu paltarı geyinməlisən. Hara gəlir senzura? Həyatı dolğun olan insan, bütün çətinliklərə baxmayaraq sevgi, məhəbbət ürəyində daşıyan insan onu eləməz. Onu adətən alçalmış, sınmış insanlar eləyirlər. Mənim halım pisdir, sən də pis ol. Kütləyə təəssüf ki, ən çox o insanlardan Əfsus, hər kütlənin içində elə havalı, oyadan, yüz istirəm ifadəmə görə qıcıqırdan insanlar var. Bəli.